51. Avtomobil sərgisində Hyundai, Audi, Opel, Toyota, Nissan və Mitsubishi markalı avtomobillərdən hər birindən bir ədəd nümayiş olunur. Onlar səhnədə yan-yana neçə fərqli şəkildə düzülə bilər? Saysaq 1, 2, 3, 4, 5, 6 avtomobil var. Fərqli şəkildə neçə formada düzülə bilərlər? Bunların yan-yana qalması şərti yoxdur bizdə. 6 avtomobil var və 6 faktorial qədər düzülə bilərlər. Yəni 720. 52-ci sual oxşar sualdır. 1, 2, 3, 4, 5 avtomobil var. 5 faktorial qədər düzülə bilərlər. Yəni 120. 53. Permutasiya x-dən 2-yə, yəni x vuraq, x çıxaq 1. Bərabər kombinezon 6-dan 3-ə. 6, 5, 4 hasili bölək 6-ya. 6-lar ixtisar gedir. X kvadrat çıxaq x. Sağ tərəfdə 20 alınır. Sola gətirsək çıxaq 20 bərabər 0. x1 bərabər x2 bərabər. Deməli, hasil mənfi 20, cəm isə müsbət 1, mənfi 4, müsbət 5. Doğru cavab 5. Hansı aralığa daxildir? 5-6 aralığına. 54. 5 faktorial bərabər a olarsa, verilən ifadəni deyir a ilə ifadə edin. 5 faktorial üstəgəl 6 faktorialı yazsaq 5 faktorial vuraq 6 kimi. Üstəgəl 7 faktorialı da yazaq 5 faktorial vuraq 6 vuraq 7 bərabər. 5 faktorialın yerində a yazsaq, a üstəgəl 6a üstəgəl 42a. Cəm bizə verəcək 49a. Doğru cavab D. 55. N çıxaq 1-dən 2-yə, yəni n çıxaq 1 vuraq n çıxaq 2. Üstəgəl kombinezon n-dən 1-ə n verəcək, bərabər 26. Mötərizəni açsaq n kvadrat çıxaq 2n, çıxaq n, üstəgəl 2, üstəgəl n bərabər 26. Sadələşdirsək n kvadrat çıxaq mənfi n, müsbət n islah olunur, çıxaq 2n, çıxaq 24 bərabər 0. n1 bərabər n2 bərabər, deməli, cəm 2, hasil mənfi 24. Mənfi 4, müsbət 6. Doğru cavab 6. 56. Oxşar sualdır. N çıxaq 1, n çıxaq 2. Çıxaq n bərabər 23. Mötərizəni açsaq n kvadrat, çıxaq 2n, çıxaq n. Bir dənə də çıxaq n var. Olacaq çıxaq 4n. Üstəgəl 2, müsbət 23-ü sağ tərəfdən sola gətirsək, çıxaq 21, bərabər 0. n1, n2. Hasil mənfi 21, cəm 4. Mənfi 3, müsbət 7. Və doğru cavab 7. 9 nəfərlik işçi heyətini bir-birində bərabər sayda işçi olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar? Deməli, 9 nəfərdən 3 nəfərlik qrup yaratmaq istəyirəmsə, 9-dan 3 seçdim. 9 nəfərdən 3 nəfəri artıq seçmişəm. Geridə qalıb 6 nəfər. Həmin 6 nəfərdən də yenə 3 nəfərlik qrup 6-dan 3 seçəcəm. Geriyə qalır 3 nəfər. 3 nəfərdən də 3 nəfər seçdik. Və bölürük bunlar arasındakı yer dəyişmələrin sayına, yəni 3 faktoriala. Bərabər. İndi bunu hesablasaq, 9-dan 3, yəni 9 vuraq 8 vuraq 7 bölək 6. 6-dan 3, 6 vuraq 5 vuraq 4 bölək 6. Məxrəcdəki 6 3 faktoriyalara bölmüşük. Ona görə 3 vur 2 vur 1, 6 edir. Vuraq 3-dən 3 bizə 1 verir. Vuraq məxrəcdə 3 faktoriyal var, o da bizə verir 6-da 1, bərabər. İndi bunu hesablasaq, 6'lar buradan ixtisar gedir. Buradaki 6 9 ilə 3. Buradan da 2 qalır. Deməli, burada alınır 6 vuraq 7 42. Vuraq 20. Vuraq 6'da 1'ə.
Burada 8-də 4 qalır. 4. Deməli bu 12 verəcək bizə. 12-ni 7-yə 84. 84-ü 6 ilə ixtisar aparsaq 14. 14-ü 20-yə vursaq 280. Yəni doğru cavab C. 58. Turizm şirkəti 8 nəfərlik bələdçi heyətindən 3 nəfəri Şuşaya göndərir. 8 nəfərdən 3 nəfəri Şuşaya göndərirsə kombinezon 8-dən 3 olacaq. Sonra isə qalanlarından 3 nəfəri göndəribsə oradan 5 nəfər qalır. Qalanlarından yəni 5-dən 2 nəfəri isə Qəbələyə. 5-dən 2-yə. Bunu hesablayaq. 8-dən 3, 8 vuraq 7 vuraq 6 bölək 6. 5-dən 2, 5 vuraq 4 bölək 2. Bərabər. Bunlar ixtisar gedir. 56 vuraq 10. Yəni 560. Doğru cavab 58-də Y. 59. 0-dan 7-yə qədər olan çoxluğun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan, rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli ədəd yazmaq olar? Bu 1, 2, 3, 4 rəqəmli ədəd olsun. Deməli, bu ədədlərin yerində birinci yerdə bizə deyir ki, cüt rəqəmlə başlayan. Cüt rəqəmlə başlayan deyirsə, birinci yerdə ya 2 yaza bilərik, ya 4, ya da 6. Deməli, bu 3 ədəddən birini yaza bilərik. Cüt rəqəmlə başlayan 3 yazdıq. Rəqəmləri təkrarlanmayan neçə tək ədəd. Tək ədəd də deyirsə, deməli, burada 1 yaza bilərik, sonda 3 yaza bilərik, 5, 7. Burada 4 yazdıq. Deməli, bunlardan ikisini yazmışıq. Birini tək, birini cüt. Geriyə qalır 5, 6 ədəd. Deməli, bura 6, burada 5 yaza bilərik. Rəqəmləri təkrarlanmayan dediyi üçün. Deməli, bunu hesablasaq 30, 4-ə vuranda 120, 3-ə vursaq 360. 59-da doğru cavab D. Burada da cüt rəqəmlə başlayan və cüt ədəd yazmaq olar deyir. Burada isə 3, 4, 5 rəqəmlidir. Deməli, cüt ədədlə başlayan ya 2, 4, 8, 6 rəqəmlərindən birini yaza bilərik. 4. Cütlə bitməsi üçün bunlardan artıq birini yazmışıq. 0, 2, 6, 8. Əvvəldə 0 yaza bilmirdik, ona görə 4 seçmişik. Burada da deməli 4-ünü yaza bilərik sonuna. Bunlardan cüt ədədlərdən birində yazdıq. Geriyə qalır 3, 5 ədəd. Deməli, bura 5, 4, 3 rəqəmləri təkrarlanmayan dediyi üçün. İndi bunu hesablasaq 20, 4-ə vursaq 80, 240, 240-ı 4-ə vursaq 960. Deməli, doğru cavab B, 60-da. 61. Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal və Murad bir sırada durub şəkil çəkdirməlidirlər. Yusif, Əli, Bilal yan-yana olmaq şərti ilə. Deməli, Yusif, Əli və Bilal yan-yana qalmalıdırlarsa, deməli, bunları bir nəfər kimi seçirik. Geriyə qalan, deməli, kimlər var idi? Emin, Rəşid, Ziya, deməli, Yusifi yazdıq, Əlini də yazdıq, Bilalı da yazdıq yan-yana. Deməli, burada bir nəfər kim qaldı? Emin, Rəşid, Ziya və Murad qaldı. Bunlar 4 nəfərdir. Bunu da bir nəfər kimi hesablasaq olur 5 nəfər. Yəni 5 faktorial. Vuraq bir dənə də 3 nəfər. Yusif, Əli, Bilal öz aralarında yerini dəyişə bilərlər. Bu da 3 faktorial. Bərabər 5 faktorial bizə 120-ni verəcək. Vuraq 3 faktorial da 6. Bu da bizə verəcək 720. 61-də doğru cavab Y. 62. Burada da deməli Rahim, Kənan, Rafael, bir də Ruslan. Bunlar fərqli adlardır. Deməli 4 nəfər yan-yana qalmalıdır. Ümumilikdə baxaq neçə nəfərdir?
1, 2, 3, 4, 5, 6, 7 nəfərdir. Deməli, geriyə 3 nəfər qalır. 3 nəfər. Burada 4 nəfər, bu da 3 nəfər. Bu 4 nəfəri 1 nəfər kimi götürsək, bu da 3 nəfər, 4 nəfər eləyəcək 4 faktorial. Bir də 4 nəfər öz aralarında, hansı ki Rahim, Kənan, Rəfail, Ruslan, bunlar öz aralarında yerini dəyişə bilərlər. Bu da eləyəcək 4 faktorial qədər. Bu da bərabərdir. 4 faktorial bizə 24 verəcək. Vuraq yenə 24-də 576. Doğru cavab 62-də D. 63. N faktoriala bir t desək, deməli buradan alırıq t kvadrat, çıxaq 4t, üstəgəl 12, bərabər 0. t1, t2 bərabər, deməli hasil 12, cəm müsbət 4. Hansı ədədlərdir? Mənfi 2 ilə müsbət 6. Deməli, biz müsbət olanı götürəcəyik. Çünki natural ədədlərdən danışırıq. Onda n faktorial bərabər 6 alınır. Buradan n bərabər 3. 3 faktorial bizə 6-nı verəcək. N-i tapdıq 3. Doğru cavab Y. 64. 6 bacı qardaş cütündən tərkibində 5 nəfər olan komissiyanı neçə üsulla elə seçmək olar ki, komissiyaya eyni ailə üzvləri daxil olmasın. Gəlin 6 ailə üzvünü qeyd eləyək burada. 3, 4, 5, 6. Hərəsində bacı qardaş var. Bacı qardaş. Bacı qardaş. Hamısında bacı qardaş var. Bizə deyir ki, deməli 5 nəfəri elə seçməliyik ki, eyni ailə üzvləri daxil olmasın. Eyni ailə üzvlərin daxil olmaması üçün mən bu verilən birinci ailədən gərək birini seçim. Çünki ikincisini seçsəm artıq eyni ailə üzvünə 2 nəfər aid olur. Ona görə yazıram buradan kombinezon, deməli 2 nəfər var, birini seçirəm. Eyni zamanda ikincidən də birini seçirəm. Burada da 2-dən 1, 3-dən də birini seçirəm, 4-dən də birini seçirəm və 5-dən də birini seçirəm. Hamısından birini seçirəm. Beləliklə mən 5 nəfəri seçmiş oldum. 1, 2, 3, 4, 5 nəfəri seçdim. İndi mən buradan hansı ailələrdən seçdim? 1, 2, 3, 4, 5-ci ailədən seçdim. Ancaq 6-cı ailə bizə 5 nəfər dediyi üçün 6-cı ailəyə artıq oradan seçim eləyə bilmədim. Ola bilərdi ki, mən birinci ailədən seçməsəydim, digər 2, 3, 4, 5, 6-cı ailələrdən seçim eləyərdim. Burada da bir hal alınır. Eyni zamanda 2-ni seçməzdim. İkinci ailədən heç kimi seçməzdim. 1, 3, 4, 5, 6-nı seçərdim və beləliklə burada 6 dənə də müxtəlif hal alınır. Bunları hər birini ayrı-ayrı yazıb toplayırıq və ümumilikdə 6, hamısında 2-dən 1 olduğu üçün 6-ya vurmuş olduq. Bərabər. Kombinezon 2-dən 1 elə 2 verəcək. 5 dəfə 2, 32. Vuraq 6, bu da bizə verəcək 192. Doğru cavab A. 65. 2 vuraq. Kombinezon n-dən 2, yəni n vuraq, n çıxaq 1. Bölək 2 faktorial, o da bizə 2 verəcək. Çıxaq. N-dən 1 n verir bizə, çıxaq 15, kiçik 0. 2-lər ixtisar gedir. N vuraq, n çıxaq 1, çıxaq n, çıxaq 15. Kiçik 0, n kvadrat çıxaq n, bir dəfəlik yazaq, çıxaq 2n. Çıxaq 15, kiçik 0. Buradan n1, n2 köklərimiz, deməli, mənfi 3, müsbət 5, toplayanda 2, vuranda, deməli, mənfi 15 alınmalıdır. Deməli, kiçik işarəsi olduğu üçün cavab olacaq mənfi 3, 5 aralığı. Tam həllərin cəmini soruşur bizdən. İndi biz bərabərsizliyi həll edərkən, əlbəttə ki, buradakı mənfi 2, mənfi 1-ləri də götürürdük. Ancaq burada birləşmələr nəzəriyyəsində verilən dəyişənlər bizim üçün natural ədədləri ifadə edir. Ona görə bunun həllər çoxluğu olacaq. 0-dan, yəni natural ədədlər, gəl bunu elə parçada yazaq. Yəni 1-dən 5-ə qədər olan ədədlər.
5'də aid deyil. Yəni onlar burada 1, bunların cəmini istəyir 2, 3 və bir də 4 ədədləri. 65 2 vuraq. N'dən 2'yə n vuraq, n çıxaq 1. Bölək 2. Çıxaq n'dən 1, n verəcək bizə, çıxaq 15, kiçik 0. Burada bir bunu nəzərə alaq ki, n 2'dən böyük bərabər olmalıdır. Bunu buradan yazar. 2'lər ixtisar gedir. Buradan alınır n kvadrat, çıxaq n, çıxaq n, çıxaq 15, kiçik 0. N kvadrat çıxaq 2n, çıxaq 15, kiçik 0. Köklərini tapsaq, -3, müsbət 5. Deməli, -3, müsbət 5 verilən bərabərsizliyin həllidir. Və burada bir dənə də şərt var. N böyük bərabər 2 olmalıdır. Yəni, həllər çoxluğu olacaq 2, 5 aralığı. Burada verilən tam ədədlərin cəmini soruşur. 2 üstə gəl 3, üstə gəl 4, 5 də aid deyil. Cavab 9. 66. AB-nin yerində biz Əkob AB vuraq Əbub AB yaza bilərik. Əkob AB-lər ixtisar olunur. Buradan alınır Əbub AB bərabər 120'ye. Əbub A-nın yerində 7 faktorial yazsaq, 7 faktorial. B-nin yerində də permutasiya 13'dən k-ya bərabər 120. 120'də belə yazaq. 1 vuraq, 2 vuraq, 3, 4, 5. Yəni 5 faktorial deməkdir. Deməli, Əbub ortaqlar deməkdir. Əbub. Biz 7 faktorialı da eyni ilə 1 vuraq, 2, 3, 4, 5 hasili kimi yazsaq. Permutasiya 13'dən k-nı elə yazmalıyıq ki, digər ortaqların içərisində də 1, 2, 3, 4, 5 Əbub ortaq sadavurğuların hasilidir. Biz indi k-nın yerində 1 yazsaq 13 alınacaq. 2 yazsaq 13 vuraq 12. İndi 13'ün tərkibində 13 var. 12'nin tərkibində də indi faktorialla yazdığımız üçün 3 vuraq 4 yazaq bu 12'ni. Baxırıq ki, permutasiya 13'dən k-nın içərisində 3'dən 4 var. Bizdə Əbub 1, 2, 3, 4, 5 hasilidir. Deməli, permutasiya 13'dən k-ya qədər olanların içərisində də bu hasil olmalıdır. 11 yazaq. 11 yazanda da baxırıq yenə də 1, 2, 3, 4, 5 hasili alınmır. 10 yazsaq, onun tərkibində də 2 vuraq 5 var. Onu biraz aralı yazaq. Onu biraz düzəldək burada. Deməli 13, 12, 11, 10. Buradan da 1, 2, 3, 4, 5. Niyə 10'a qədər yazdım? İndi baxaq. 13. 12'nin tərkibində 3 vuraq 4, 11 elə 11'dir. Onun tərkibi 2 vuraq 5 yazaq. Fikir verin, 3 vuraq 4, 3, 4, 2, 5. Yəni 2 vuraq, 3 vuraq, 4 vuraq 5. Eyni ilə Əbubda da 2 vuraq, 3 vuraq, 4 vuraq 5. Bizə Əbub AB-ni verir. Deməli, biz neçə vahid yazdıq burada? 1, 2, 3, 4. Deməli, bizdə permutasiya 13'dən 4'ə qədər olmalıydı. Bu da bərabər permutasiya 13'dən k-ya. Buradan da k-nı alırıq 4. Doğru cavab C. Müxtəlif üsullarla yazmaq olar. 65. Binomun açılışında neçə hədd rasional ədəddir? Birinci kök 6 ifadə görürük dərəcə 2, digəri 3'dür. Əkob 2, 3. Bunların ən kiçik ortaq bölünənini tapaq 6. Deməli, biz 100'ün içərisində 6'ya bölünən neçə ədəd olduğunu tapaq. Bərabər 16. Deməli, 16 dənə ədəd var. Biri də, fikir verin, biz bunun açılışını yazmaq istəsək, yazarıq kök 6, 3.
üstü 100. Kombinezon 100-dən 0-a üstəgəl yazacaq. Deməli, birinci yerdə də bir dənə yaranır. Yəni, dərəcəsi 2 olanda üstəgəl bir dənə də 1 alınacaq. 16 üstəgəl 1. Yəni, 17 ədəd. 67 doğru cavab A. 68-ə baxaq. Kombinezon x-dən 2-yə. X-dən 2, yəni x vuraq, x çıxaq 1 bölə 2. Üstəgəl. 9-dan 6 elə 9-dan 3-dür. 9 vuraq, 8 vuraq, 7 bölə 6. Çıxaq 3x üstəgəl 6. Bunu belə nahaq yazdıq. Niyə? Çünki 9-dan 6-nı elə kombinezon 9-dan 3 yaza bilərik. Çünki sağ tərəfdə də fikir verin. 9-dan 6, 9-dan 3. Bunlar bir-birinə bərabərdir elə. Çıxaq, bərabər kombinezon 9-dan 3. Bunlar islah olunur. Bütün ədləri 2-yə vursaq, deməli burada alınır x vuraq, x çıxaq 1. Çıxaq 6x, üstəgəl 12. Bərabər 1-i də 2-yə vursaq 2. İndi sadələşdirsək, x kvadrat çıxaq x, çıxaq 6x, çıxaq 7x. Çıxaq üstəgəl 10 bərabər 0. Köklərini tapsaq, x1 bərabər, x2 bərabər. Deməli, biri 2, biri 5. Toplayanda 7, vuranda 10. Bizdə x-in böyük qiymətini soruşur. Orada səhv eləmişik burada. X kvadrat çıxaq x. Çıxaq 6x, üstəgəl 12 bərabər 2. Buradan 0 alınır. 2 yazmışam. 0. Bu da bizə 12 verəcək. Bunları silək. Bu da müsbət 12. Deməli, biri 3-dür, biri 4. Bizdən böyük kökünü soruşur. 4. Çünki bu islah olunur. Burada 0 qalır. Eyni ilə burada da 0. 69. 3 müxtəlif fizika, 4 müxtəlif kimya və 5 müxtəlif riyaziyyat kitabını rəfdə riyaziyyat kitablarını yanaşı olmaqla neçə fərqli üsulla düzmək olar? Deməli, riyaziyyat 1, riyaziyyat 2, riyaziyyat 3, riyaziyyat 4, riyaziyyat 5. Bunlar yanaşı qalmalıdır. Ona görə bunları bir kitab kimi götürürük. Eyni ilə 3 fizika və 4 kimya. Kimya 1, kimya 2, kimya 3, kimya 4. Sayırıq. Ümumilikdə 3, 7, bir dənə də riyaziyyat kitabları 8. Bu bizə verəcək 8 faktorial. Bir də riyaziyyat kitabları öz aralarında yerini dəyişə bilər 5 faktorial. Deməli, 8 faktorial vuraq 5 faktorial. Burada doğru cavab 69-da A. 70. Permutasiya 4-dən 4-ə 4 faktorial. Deməli, 4 faktorial çıxaq 6. Vuraq x bərabər kombinezon 10-dan 2-yə. 10 vuraq 9 bölə 2. 4 faktorial 24. 6 çıxsaq 18x bərabər 45. X bərabər 9-a ixtisar aparsaq 2, 5, 2 onda 5. 70-də 2 onda 5 doğru cavab. 71. Permutasiya 9-dan 9-a 9 faktorial çıxaq 8 faktorial bölə 7 faktorial. Bərabər 9 faktorialı 7 faktoriala bölsək 9 vur 8 çıxaq 8 faktorialı 7 faktoriala bölsək 8 alarıq. 72-dən 8-i çıxsaq 64. 72. N üstəgəl 1 faktorialı n çıxaq 1 faktorial vuraq n üstəgəl 1 kimi yazsaq məxrəcdə n çıxaq 1 faktorial. N çıxaq 1 faktoriallar ixtisar gedəcək. Buradan alırıq n vuraq n üstəgəl 1 bərabər 20. n bərabər buradan 4. N-i tapdıq 4. 73.
Permutasiya x-dən 1, yəni elə x verəcək bizə, bərabər 5. Kombinezon x-dən 2-ni, yəni 5-dən 2-ni soruşur. 5 vuraq 4 bölə 2, bərabər 10. 74. Permutasiya x-dən 1 bizə elə x verəcək, x bərabər 6. Kombinezon 6-dan 2-yə, 6 vuraq 5 bölə 2, bərabər 15. 75. Sinifdə 26 şagird var. Şagirdlərdən 2 növbəçini neçə üsulla seçmək olar? Kombinezon 26-dan 2-yə. 26 vuraq 25 bölə 2. Yəni 13 vuraq 26 ilə 2-ni yığışdırıb aparsaq, vuraq 25. 13 vuraq 25 325. 76. Permutasiya 8-dən 8, 8 faktorial, çıxaq 7 faktorial bölə 6 faktorial. 8 faktorialı 6 faktoriala bölsək, 8 vuraq 7, çıxaq 7 faktorialı 6 faktoriala bölsək, 7 verəcək. 56-dan 7-ni çıxsaq, 49. 76-da 49, 77. Kombinezon 100-dən 98 bizə elə 100-dən 2-ni verəcək. Üstəgəl 1000-dən 998 bizə 1000-dən 2-ni verəcək. Məxrəcdə kombinezon 1000-dən 2, üstəgəl kombinezon 100-dən 2-yə. Nisbət elə bizə 1 verəcək. 78. 1-dən 6-ya qədər rəqəmlərdən istifadə etməklə rəqəmləri fərqli olan neçə 3 rəqəmli ədəd yazmaq olar? Deməli, birinci yerdə 6 rəqəmdən 6-sının hər hansı birini yaza bilərik. Rəqəmləri müxtəlif dediyi üçün sonra 5, 4 yaza bilərik. Hasilə hesablasaq 120. 79. N-dən N çıxaq 8 faktorial. Bizə elə, gəlin bunu elə yazaq. Surətdə N faktorial, məxrəcdə N çıxaq, onların fərqi, yəni N çıxaq 8 faktorial. Üstəgəl burada 8. Vuraq 10 faktorial. Məxrəcdə də N-dən N bizə N faktorialı verəcək. Fikir versəz, məxrəcdə mənfi N, müsbət N islah olunur. Alınır N faktorial, vuraq 10 faktorial. Məxrəcdə N faktorial, 8 faktorialı düşürdək məxrəcə. N faktoriallar ixtisar gedəcək. Surətdə 10 faktorialı 8 faktoriala bölsə 10 vuraq 9, yəni 90. 80. Burada da eyni ilə N faktorial bölək. N çıxaq N, üstəgəl 9, yəni 9 faktorial. Vuraq 11 faktorial. Bölək məxrəcdə N-dən N-ə N faktorial verəcək bizə. N faktoriallar ixtisar gedəcək. 9 ilə 10 da ixtisar, 11 ixtisar gedəcək. Qalacaq 11 vuraq 10. Yəni 110. 81. 2x üstəgəl kombinezon 6-dan 2, 8-dən 6 elə 8-dən 2-yə bərabərdir. Yəni 8 vuraq 7 bölə 2. Bərabər 41. Buradan alırıq 2x üstəgəl 8-dən 2-ni ixtisar aparsaq 28 bərabər 41. 2x bərabər 41-dən 28 çıxsaq 13. X bərabər 6 onda 5. 82. 2x çıxaq 7-dən 5, 7-dən 2 deməkdir. Yəni 7 vuraq 6 bölə 2. Yəni 21 bərabər 30. 2x bərabər 51. X bərabər 25 tam onda 5. 83. Permutasiya 5-dən 5, 5 faktorial. Çıxaq x bərabər 7-dən 2, 7 vuraq 6 deməkdir. Buradan x bərabər 5 faktorial, çıxaq 42. 5 faktorial bizə 120-ni verəcək, çıxaq 42. Bu da bərabər 78. 84. 5, 6, 7 çoxluğunun elementlərindən
rəqəmləri təkrar etməməklə neçə müxtəlif 3 rəqəmli ədəd yazmaq olar? Rəqəmləri deyir təkrar etməməklə, deməli birinci yerdə 3, sonra 2, sonra 1 yazmaq olar. 6 fərqli ədəd yazmaq olar. Yenə oxşar sual, yəni 3 vuraq 2 vuraq 1 bərabər 6. 87. Permutasiya n üstəgəl 2-dən n üstəgəl 2 bizə n üstəgəl 2 faktorialı verəcək. Məxrəc də eyni zamanda n üstəgəl 1 faktorial bərabər 4n çıxaq 7. Surətdəki n üstəgəl 2 faktorialı n üstəgəl 1 faktorial vuraq n üstəgəl 2 kimi yazsaq, məxrəc n üstəgəl 1 faktorial bərabər 4n çıxaq 7. N üstəgəl 1 faktoriallar ixtisar gedəcək. N üstəgəl 2 bərabər 4n çıxaq 7. Buradan 3n bərabər 9, n bərabər 3 alırıq. 87. Eyni zamanda surətdə n üstəgəl 3 faktorial, məxrəcdə n üstəgəl 2 faktorial. Surətdəki n üstəgəl 3 faktorialı n üstəgəl 2 vuraq n üstəgəl 3 kimi yazsaq, məxrəcdə n üstəgəl 2 faktorial bərabər 5n çıxaq 5. Bunlar ixtisar gedəcək. Buradan alınır n üstəgəl 3 bərabər 5n çıxaq 5. Buradan 4n bərabər 8, n bərabər 2 alırıq. 88. 11-ci sinif şagirdləri bir-biri ilə foto şəkillərini dəyişdirirlər. Dəyişmək üçün 870 foto şəkil lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Bunlar öz aralarında şəkillərini dəyişirlərsə, deməli seçimlər arasında fərq var. Yəni şagirdlərdən biri digərinə öz şəklini verir, eyni zamanda digər şagird də buna öz şəklini verir. Fərq olduğu üçün olacaq permutasiya. Deməli bilmirik neçə nəfərdir. X nəfər şəkilləri dəyişmək üçün 2 nəfər lazımdır. X-dən 2-yə bərabər 870. Buradan yazırıq x vuraq x çıxaq 1 bərabər 870. Bunu kvadrat tənlik kimi yazmaq lazımdır. Buradan sadələşdirmək lazımdır. Gərək belə tapa bilirik. Deməli 870 30. 30 29-a vuranda 870. Deməli sinifdə 30 nəfər şagird lazımdır və ya şagird olub. Burada da eyni ilə bilmirik neçə nəfərdir. X nəfərdən 2 nəfər bərabər 420. X vuraq x çıxaq 1 bərabər 420. Nəyi özündən bir vahid kiçik ədədə vuranda 420 verir? Deməli x bərabər 21. 89-da 21. 90. Surətdə bunu düz turuna yazaq. N faktorial bölək n çıxaq n üstəgəl 5 faktorial. Vuraq 5 faktorialın kvadratı bölək n faktorial. Surətdə mənfi müsbət n-lər istilak edəcək. Qalacaq n faktorial bölək 5 faktorial. Vuraq 5 faktorialın kvadratı bölək n faktorial. 5 faktoriallar ixtisar gedəcək biri. N faktoriallar da ixtisar gedəcək. Qalacaq 5 faktorial. Bu da bizə 120-ni verəcək. 91. 91 də oxşar sualdır. Surətdə deməli nə qalacaq? N faktorial bölək 6 faktorial. Məxrəcdə surətdəki 6 faktorialın kvadratında yazaq. Məxrəc n-dən n-ə n faktorial. Bunlar ixtisar gedir. 6 faktorial qalır. 6 faktorial da bizə 120-ni verəcək. 92. Permutasiya 7-dən 3. 7 vuraq 6 vuraq 5 deməkdir. Kombinezon 7-dən 3. 7 vuraq 6 vuraq 5 bölək 3. Həmin 3 qalxır surətə. Bərabər. Buradan alınır 3. 3 faktorial. Bu da bizə verəcək 3 faktorial bərabər 6. Eyni ilə buradan n-dən 2 n vuraq n çıxaq 1 bölək 2 bərabər 21. N vuraq n çıxaq 1 bərabər 42
Nəyi özündən 1 vay kiçik ədədə vursaq 42 alınar 7. 94. N vuraq N çıxaq 1 bölək 2 bərabər 28. N vuraq N çıxaq 1 bərabər 56. Deməli, buradan N bərabər 8 alırıq. 95. Hər qutuya ən çoxu bir məktub atmaqla 3 müxtəlif məktubu 9 poçt qutusuna neçə üsulla atmaq olar? Müxtəlif formalardan danışılır. Deməli, olacaq permutasiya 9-dan 3-ə bərabər. 9 vuraq 8 vuraq 7. 72 vuraq 7. 14, 504. Və bunu belə də yaza bilərdiniz. 3 dənə deməli məktub var. 9 dənə poçt qutusu var. Deməli, birinci məktubu 9 poçt qutusundan hər hansı birini atmaq olar. Ən çox bir məktub dediyi üçün bu birinci üsuldur. Bu da ikinci üsul olsun. Birinci poçt qutusuna 9 poçt qutusu var. Birincisine hər hansı birini ata bilərik. İndi geridə qalan 2 məktubu, orada qalan 8 poçt qutusundan hər hansı birini atmaq olar. Sonra digəri üçün də 7 qalır. Bu da elə eyni zamanda 504 verəcək bizə. 96. Burada da sexdə 7 usta işləyir. Hərəsinə bir növ detal hazırlamaq üçün tapşırığı onlardan 3-ünə neçə üsulla? Permutasiya 7-dən 3. Yəni 7, 6, 5. 30-u 7-yə vursaq 210 alarıq. 97. 3 vuraq. Permutasiya n-dən 2, yəni n vuraq, n çıxaq 1 deməkdir. Üstə gəl 54 bərabər 3 vuraq. Burada da eyni zamanda n vuraq, n çıxaq 1. 3 vuraq, n vuraq, n çıxaq 1. Bunlar üstə gəl. Burada 3n-dəndir bu. 3n vuraq, 3n çıxaq 1. 3 vuraq deyil. Buradan bunu sadələşdirsək, deməli 3n kvadrat çıxaq 3n üstə gəl 54 bərabər 9n kvadrat çıxaq 3n. 3n'lər islah olunur. Buradan alınır 6n kvadrat bərabər 54. N kvadrat bərabər 9. N bərabər müsbət 3. Mənfisini götürmürük. 97-də doğru cavab 3. 98 də eyni zamanda 2 vuraq. N vuraq, n çıxaq 1. Üstə gəl 72 bərabər 2n vuraq, 2n çıxaq 1. Buradan alırıq 2n kvadratı çıxaq 2n. Üstə gəl 72 bərabər 4n kvadrat çıxaq 2n. 2n'lər islah olunur. Alınır 2n kvadrat bərabər 72. N kvadrat 36. N bərabər müsbət 6. 99. Permutasiya 6-dan 4. Yəni 6 vuraq, 5 vuraq, 4 vuraq, 3 çıxaq. Permutasiya 5-dən 3. 5 vuraq, 4 vuraq, 3. 3-dən 3. 3 vuraq, 2 vuraq, 1. Yəni 3 faktorial deməkdir. 3-dən 3 ixtisar gedir. 4-dən 2 ixtisar gedir. 2 qalır burada. İndi bunu hesablasaq. 30, 120, 360. 360 çıxaq 10. Bərabər 350 yüzdə. Deməli 7-dən 4. 7 vuraq, 6 vuraq, 5 vuraq, 4 çıxaq. 6-dan 3. 6 vuraq, 5 vuraq, 4. Məxrəcdə 3 vuraq, 2 vuraq, 1. Bunlar ixtisar gedir. Bunu hesablasaq 30, 120, 7-yə vuranda 840 çıxaq 20. 840-dan 20 çıxsaq 820. 100-ə qədər suallar. Sağ olun. Qalan sualların həllində atarım sizin üçün. Sağ olun.